Parlamentin bugünkü plenar iclasında hərbi vəzifə və hərbi xidmət haqqında qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Yarımada.info xəbər verir ki, layihəyə əsasən hərbi qulluqçular xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin olunacaqlar. Bu jeton fərdi identifikasiya nömrəsi və qan qrupu kimi məlumatları özündə əks etdirən xüsusi nişan olacaq. Bildirilib ki, şəxsi jetonlar döyüş əməliyyatları və fövqəladə hallarda hərbi qulluqçuların şəxsiyyətinin operativ müəyyənləşdirilməsi və tibbi yardımın vaxtında göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, jetonların forması, xüsusiyyətləri və uçot qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Eyni zamanda, qanun layihəsində çağırışa qədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi də nəzərdə tutulur və bu istiqamətdə vahid qaydaların təsdiqi planlaşdırılır.